Akşamınız xeyir olsun əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Gözəl qardaşlar, gözəl bacılar. Sizləri bugün ona görə videonuzu sizlərə videonu ona görə gec çəkib göstərirəm ki, saat 11:00-dan, yəni ki 9 saatdır dayanmadan Emin qardaşın evindən möhtəşəm canlı yayım açmışıq. Nəticə isə gözəl, nəticə isə super. Bəli, 9 saatlı aramsız, dayanmadan canlı yayımımızın nəticəsində Emin qardaşım bax bu evindən 1600 manat borç yığmışıq. Gecə saatları olmasına baxmayaraq, göydən yağış yağmasına baxmayaraq biz yenə də öz işimizdəyik. Maşallah olsun, evimiz günü-gündən gözəlləşir, evimiz günü-gündən möhtəşəm bir evə çevrilir. Hər bir evdə olduğu kimi, bax bu evimizdə də sizlərin dəstəyi ilə çox möhtəşəm bir işimiz gedir. Mən hal-hazırda canlı yayımdayam. Hədəfimiz 2000 manatı toplamaqdır. 1600 manat toplamışıq, 400 manatımız qalıbdır. Bu videonu çəkdim ki, həm bilin ki, elə düşünməyin ki, Elşən qardaşımız səhlənkarlıq edib, bizlərə video çəkmir. Bilirəm ki, çoxunuz canlı yayımdan xəbəriniz olmur. Çünki bildirişlərimiz getmir. Kanalımıza edilən spamlar, şikayətlər nəticəsində videolarımız sizlərə anında bildirişi gəlmir. Bu videonu çəkdim ki, yəni narahat olmayın. Elşən qardaş meydandadır. Elşən qardaş öz sözünü hər zaman deyir. Elşən qardaşınız nə qədər ki siz onun arxasında dayanırsınız, Elşən qardaş heç zaman yorulmadan, tükənmədən həmişə meydandadır. Öz gözəl xeyirxah işlərini çəkib sizlərə qürurla göstərir. Və sizlərdən xahiş edirəm, Emin qardaşımızın 400 manat, yəni bugün 2000 manatın tamamına 400 manatımız qalıbdır. Xahiş edirəm, kimin gücü, kimin imkanı nəyə çatırsa, bu video rolikimizi izlədikdən sonra əlindən gələn maddi köməyinizi göstərin və buyurun elə siz də bizimlə birgə bu möhtəşəm canlı efirimizi izləyin. Dediyim kimi 9 saatdır ki canlı efirdəyik. Maşallah olsun, 50'yə yaxın şəxslər gözəl yardımlar göndərib, biri-birindən gözəl yardımlar göndərib. Sizləri də dəvət edirəm, canlı efirimizə qoşulub yardımcı olmağa. Rəbbim hamınızdan razı olsun, gözəl ailəmiz, əziz qardaşlarım, əziz bacılarım.